Cənab Prezident, bundan əvvəlki videoda mən səhv olaraq qeyd etmişəm ki, Vüsal Musayev və Vüqar müəllim güya baş prokurorluğun işçisidir. Vüsal müəllim də baş prokurorluqda zona üzrə şeydir, adı nədir? Kuratordur. Xeyr, orada Bakı şəhər prokurorluğunda mən İstintaka Nəzarət İdarəsinin rəisi Vüqar müəllimin qəbulunda olmuşam. Və Bakı şəhər prokurorluğunun Nəsim rayon zona üzrə kuratoru Vüsal Musayevdən söhbət gedir. Mən orada səhv olaraq baş prokurorluq qeyd etmişəm. Və daha sonra sonda deməli oktyabrın 18-də artıq oğluma yenidən trombosit köçürülməsi üçün, qan axması artdığı üçün mən oktyabr 18-i hardasa 5-ci günü idi. Hematologiya institutuna gedəndə mən orada Zöhrə Türkanın yanına getdim ki, və qan axma artıbdı. Ondan qan köçürülsün. O dedi, yox, biz qan köçürəmərik, qan analizi götürürük. Dedim, götürün də 3 gündən bir götürürük. Mən orada əvvəlki videoda çaşıb demişəm ki, 2 gün əvvəl köçürülmüşdü qan köçürülmədilər. İndi dedim, qan köçürmədilər. Yox, 2 gün əvvəl ümumiyyətlə qan köçürülmədi. Ayın 16-sı getdik ki, trombosit aşağı düşüb, 3%-ə düşmüşdü, qan axma başlamışdı. Qan analizi götürdülər, 93 imiş güya. Qan düşür aşağı, 93-dən hemoqlobin göy düşməyib. 18-i gedəndə artıq qan götürmədilər. Dedim, qan köçürün artıq 2 günün içində oğlumda. 2 günün içində oğlumda artıq adı nədir? Qan axma artıb, deməli, qan köçürün, dedilər, yox, biz ayın 16-sı götürmüşük, bugün 18-idir, 3 gündən bir götürəcəyik, təsəvvür edin. Yəni, qan analizi götürmədilər, demək əvəzinə, dedim, 16-sı köçürüblər, 18-i köçürmədilər, yox, 16-sı qan köçürülmədi, çünki 93% çıxmışdı. Amma 2 gün ərzində qan, deməli, faizi düşməlidir, qan axma artıbsa, qan axma gedirsə, mütləq hemoqlobin aşağı düşməliydi. 18-i, deməli, oğlum, nə deyim, Zöhrə və Türkan imtina etdilər ki, təzə qanun çıxartdılar. 3 gündən bir qan götürülür. Cənab Prezident, mən bir daha sual verim. Hansı qanunvericilikdə göstərib ki, xəstədə xüsusilə də qan axması olan xəstədə 3 gündən bir qan götürülür. Halbuki ondan əvvəl, birinci dəfə qan axma olan bir gün əvvəl qan axma olanda oğlumun, deməli, ondan əvvəl birinci dəfə qan axma olanda hər gün oğlumdan qan götürülürdü, qan analizi götürülürdü, sonra qan köçürülürdü. Ümumiyyətlə, bir daha deyirəm, qan axması olan xəstədən nəinki hər gün 1 saatdan bir götürməlidir. Yəni, bundan əvvəlki videoda mən çaşdırdım ki, 16-sı köçürmüşdülər qan, 18-i eləmədilər, yox. Yəni, 16-sı qan analizi götürdülər, 18-i götürmədilər ki, 3 gün tamam olsun, təsəvvür edin. Onlar qəsdən bilə-bilə, onlar bilirdi ki, qan axması olan xəstə 3 gün sabaha düşdüyünü ölməlidir. Onlar oğlumun ölümünə artıq son qoymaq istəyirlər. Bezmişlər, oğlum ora getsin, gəlsin, qan köçürməkdən, trombosit köçürməkdən bezmişlər. Siz başa düşürsünüz? Yəni, onlar bezmişdilər mənim oğluma qan trombosit köçürməkdən və dava ilə qırğınla, birinci dəfə keçirdilər, amma ikinci dəfə dava ilə qırğınla eləyirdilər. Ayın 20-si və ayın 20-si qan axma lap gücləşdi və bir daha deyirəm, bazar günü biz ora getdik və bunlar artıq növbətçi həkimə tapşırmışdılar. Növbətçi həkim öz yanından, çünki ondan əvvəl də olmuşdu ki, bazar günü olub, 6-cı günə düşüb, bazar günü də getmişik, qan analizi götürüb, sonra qan köçürmüşlər. Bu dəfə isə orada bazar günü, deməli, laborator işləyir, mənə dedilər ki, güya bazar günü orada laborator işləmir və qan köçürməkdən imtina etdilər. Bilirsiniz, insan bunu necə eləyə bilər? Erməni edər bunu. İnsan necə xəstə, üzü ağırlaşmış, rəngsiz olub, koleskada gətirilir. İnsan onun üzünə baxıb, necə ona qan köçürməkdən imtina edə bilər? Bunlar Hipokrat andı deyirlər, nə andı deyirlər, andırı deyirlər. Bunlar bunu necə and içiblər? Cənab Prezident, bu qadınlar güllənənəsi qadınlardır. Bunların Allah bəlasını versin. Mənim balamın dalınca getsinlər. Bu cür insanları, adamları neden müdafiə etmiyorlar? Neden bunların cinayətlərini örtbasır edin? Bilirsiniz, bu şəkillər Vüsalın əvvəlki şəkillərdir. Görün nə cür oğlumu əlimdən aldılar. Görün nə cür laydı var oğlumu nə günə qoydular. Sonuncu şəklini görərdiniz, sonuncu videosunu görərdiniz. Nə günə saldılar? Mənim balam, görün nə cür oğlan idi mənim balam. Görün nə cür bala idi mənim balam. Mənim bir tək övladım, bir tək atam, həm anam, hər şeyim idi o mənim. Cənab Prezident, ana övladın dalınca, ana övladın çinində gedər, ata övladın çinində gedər. Bir ananın övladını bastırmaq nə deməkdir? Yeganə övladı. Bu mənim balamdır. Bu mənim balamdır.
Cənab Prezident, tutaq ki, bunlar bazar gününü bastırdılar ki, güyəmiş, elə bir şey ola bilməz. Mən gərək göy yerə qarın qoya ki, ona mən razılaşam ki, güyə ki, orada şeydir, cihaz işləməyib. Bəs ayın 18-i mi cihaz işləmədi? Zöhrə ilə Türkan dedi ki, 3 gündən bir biz götürə bilərik. Gör, cəmaatı gic yerinə qoymaqlarına bax, halbuki həmin hər gün götürülürdü və elə bir şey ola bilməz. Qan axması olan xəstədən 3 gündən bir qanın götürülməyi ola bilməz. Baxın, bu mənim son qismətim, bu mənim balamın qəbri. Baxın, Allah sizin bəlanızı versin. Onun kimi, mənim balam kimi torpağa girəsiniz sizi. Ay onu onları müdafiə edənlər və onlar. Mən balalara qarğış eləmirəm. Heç bir balaya qarğış eləmirəm. Allah heç bir ananın, atanın qəlbinə bala da vurmasın. Sadəcə onlar mənim balamın dalınca geçsinlər. Görün, xəstəlik görün mənim uşağıma axırda nə günə qoydu ki, diqqət edirsiniz. Bəyəxki oğlana baxın, indiki oğlana baxın. Görün, nə günə qoydu xəstəlik. Mənim oğlumu nə günə qoydu, diqqət edin. Ola bilər, bulanlıq olsun, mən çox... Baxın, mənim laydı var oğlum, mənim... Baxın, bunu necə bastırmaq olar? Bunu necə bastırmaq olar? Bunlarda insanlıq deyilən bir şey varmı? Bu bir sana baxın. Səni görüm cavan gedəsən, balamın dalınca gedəsən. Sən Allahdan qorxmursan, onları müdafiə edirsən. Hə? Sən Allahdan qorxmursan? Cənab Prezident, xahiş edirəm. Mənim oğlumun hüquqlarını müdafiə edərək, onun qanun yerdə qalmasına qoymayın. Onlar deməli, belə çıxır ki, mən belə başa düşürəm. Ümumiyyətlə, laboratoriya kökündən ümumiyyətlə yoxlanılmalıdır. Bu, birinci hal deyil. Onlar belə xəstələri yəqin ki, mən belə ehtimal verirəm ki, xəstələri bu cür çox öldürüblər. Mən sizə deyirəm. Olan xəstələri bir yoxlasınlar, görə hansı diaqnoz verilib, kim harada nə verib və ona qan köçürüblərmi, köçürməyiblər, axırıncı dəfə nə ediblər. Bunlar qaldırılmalıdır. Bunlar işə peşəkardır, bu işin peşəkarıdır. Bu birinci dəfə deyil, bu bunların yoludur. O Türkan cavan qız, utanmaz, bilmirəm onun övladı var, yoxdur. Utanmaz üzümə irişə deyirdi bu sözü. 3 gündən bir götürür. Zöhrə, gedirdim qan köçürtkünlə. Bilirsən, haçana kimi köçürəcək? Yəni götür apar oğlumu evə də ölür. Niyə ölür ki? Niyə ölür ki? Orada qan axıma dayansaydı və ona onkoloji müalicə başlasaydı, mənim oğlum yaşayacaqdı. Ümumiyyətlə, qan xərçəngi cənab prezident yaşayır. Orada 12 ilə, 20 ilə ora gələn xəstələr var. Siz başa düşürsünüz. Hələ o möhkəm idi, onun immuniteti o qədər güclü idi. O dözdü, neçə ay onkoloji müalicə aparılmadan o yaşadı, o dözdü. Trombosit aşağı düşdü. Orada xəstə var idi ki, trombositi aşağı düşür. Vururlar, köçürürlər, trombositi qalxmır. Bu reaksiya verirdi bədənə, trombositi bir dəfə də qanaxma olanda trombositi qalxdı yuxarı, ikinci dəfə də 3%-dən 15%-ə kimi qalxdı. Bu barədə əlimdə sənədlər var. Orada da sənədlər var və onlar öz izahatlarında da təsdiqləyir. Trombosit 15%-ə kimi qalxmışdı. Yəni qan köçürülsəydi, qabağa alınsaydı, trombosit qalxa gedib mənim uşağım yaşayardı və onlar diaqnozu bilə-bilə qəsdən səhv etməsəydilər, bilə-bilə fırıldaq diaqnoz qoymasaydılar, onlar onkologiyanın üstünə atmasaydılar, mənim uşağım ümumiyyətlə trombosit aşağı düşməyəcəkdi. Ümumiyyətlə onkoloji müalicə başlasaydı, mənim uşağım yaşayardı. Qan xərçəngi yaşayır. Cənab prezident, xahiş edirəm, bu qanı yerdə qoymayasınız.